Sonra baxın nə deyir 7-ci. Deyir, gördüm ki insanlar ruzi üçün özlərini zəlil edirlər. Gördüm insanlar ruzi üçün özlərini ora vurur, bura vurur. Yəni istəyir 100 yerdən özünə pul gəlsin. Deyir, mən deyir Allahın mənə vacib etdiyi şeylə məşğul oldum, amma onun mənə yazdığı ruzini tərk etdim. Yəni işləməyi tərk etdim, yox ha, pis başa düşülməsin. Demək istəyir ki, mən çox arzu istəklərə dalmadım ki, mənim belə pulum olacaq, mənim belə karyeram olacaq. Allah yazıb, səbəbdən yapış, Allah yazdığı az da gələcək sənə. Yəni Allah yazdığı çox da gələcək sənə. Əgər sən az səbəbdən tutunsan belə. Ona görə insanın təvəkkülü, yəni təvəkkülün gətirdiyi xeyir, insanın səbəbinin gətirdiyi xeyirdən daha çoxdur. Çünki səbəb edən kimdir? Allah Azze və Cəllədir. Və ona görə 8